Muhterem Prezident, Azerbaycan Respublikası'nın Silahlı Qüvvələri Ali Başkomandanı Cənab İlham Əliyev, Gəncə şəhəri, vətən övladları, qazilər, veteranlar İctimai Birliği adından Azərbaycan xalqını başlasız olmaqla 8 noyabr Zəfər günü münasibətilə təbrik edilir. Yaşasın Azərbaycan, eşq olsun Azərbaycan ordusuna. Yaşasın Ali Başkomandan, Karabağ bizimdir, Karabağ Azerbaycan'dır. Belki ece son sözünü demek için hak yolundan dönmeyecek, azatlığa yetmek için hak yolundan dönmeyecek, azatlığa yetmek için asker vatan emaneti, yurt emaneti, asker ocak emaneti, od emaneti, asker vatan emaneti, yurt emaneti, asker ocak emaneti, od emaneti. İntikamı alınmasa şehitlerin geri dönme, son galebe çalınmasa silahınla sen öyünme, son galebe çalınmasa silahınla sen öyünme. Asker vatan emaneti, yurt emaneti, asker ocak emaneti, od emaneti, asker vatan emaneti, yurt emaneti, asker ocak emaneti, od emaneti.
emaneti, yurd emaneti. Asker, ocaq emaneti, od emaneti. Asker, vətən emaneti, yurd emaneti. Asker, ocaq emaneti, od emaneti. Asker, vətən emaneti, yurd emaneti. Asker, ocaq emaneti, od emaneti. Muhterem Prezident, Azerbaycan Respublikası'nın Silahlı Kuvvetlerin Ali Başkomandanı Cenab İlham Aliyev, Gəncə şehri gaziler adından Azerbaycan halkını başta siz olmakla 8 Noyabr Zafer Günü münasebetiyle tebrik ettirir. Yaşasın Azerbaycan, eşk olsun Azerbaycan ordusuna. Yaşasın Ali Başkomandan. Karabağ bizimdir. Karabağ Azerbaycan'dır. Salam əziz dəyərli xalqım, hər birini salamlayıram. Başda da Cənab Ali Başkomandan olmaqla, şəhid ailələri, qazilər, veteranlar olmaqla bu günlərin 8 noyabr Qarabağın azad olunmasından, Zəfər bayramından 5 il ötür. 5 yaşın mübarək Azərbaycan ordusu, 5 yaşın mübarək Azərbaycan xalqı, Zəfər günün bol olsun hər zaman və biz də Gəncə şəhərində müqəddəs olan şəhidlər xiyabanında müqəddəs şəhid anaları ilə, qəhrəman qazi qardaşlarımızla, veteranlarımızla bir yerdə biz də özümüzə borc bildik. Bu günlərin Respublikanın hər yerində keçirilən kimi bugün Gəncə şəhərində də zəfərimizin 5 ilini burada qeyd edirik. Mən
bütün şəhid ailələrinə Allahdan səbir diləyirəm. Dünyasını dəyişənlərə qan-qan rəhmət arzu edirəm və cəmi şəhidlərimizin ruhu şad olsun. Bu zəfər bayramımız birinci bizim şəhidlərimizin bayramıdır. Ondan sonra qazilərimizin, ordumuzun, xalqımızın bayramıdır. İnşallah arzu edərəm ki, necə ki 20% torpağımız işğaldan azad olundu. Bugün Xankəndimizdə Azərbaycanın üzüyünün qaşı olan Şuşamızda Azərbaycan bayrağı dalğalanır. Arzu edərəm ki, inşallah tezliklə də bizim Zəngəzurumuzda, bizim Göyçəmizdə də Azərbaycan bayrağı dalğalansın. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan, yaşasın onun müzəffər ordusu və qeyrətli xalqı. Allah xalqımızı qorusun. Var olun. Bütün Azərbaycan xalqını bugünkü mərasim münasibətindən 8 noyabr Zəfər Bayramı münasibətindən təbrik edirəm. Birinci növbədə bu Zəfər Bayramı bayraqlarımızı öpüb, özləri bayrağa bükülüb gələn şəhidlərimizə həsr olunur. O şəhidlərimizə ki, Azərbaycan bayrağını nəinki sinələrində, tabutlarında, nəşlərin üzərində gətirdilər və bizlərin həsrətlə gözlədiyimiz o torpaqlarda bizim qəhrəmanlıq səlnaməsi olan üç rəngli bayrağımızı dalğalandırdılar. Və onların simasında da canlarından, qanlarından keçən, tarix yazan, şəhidlərimizin canlı şəhidləri olan qazilərimiz, veteranlarımıza, Birinci Qarabağ müharibəsinin biz ilk qaziləriyiz, veteranları olduğumuz kimi, bizim yarımçıq qalan, əsarətdə olan torpaqlarımızı da bu kimi qəhrəmanlarımız layiqli davam elədilər. Və qəhrəmanlıq səlnaməsinlə analarımızın, bacılarımızın neçə illər başlarında olan qara kəlağeyləri zəfər bayrağına döndərdilər. Var olsun Ali Baş Komandan, onun bir müdrik siyasətinlə ki, birbaşa dəmir yumruq siyasətindən ki, belə bir qəhrəman oğlanlarımız dünyada görünməyən, hansı ki səfərbəylikdə cəm oldular, bir dənə də olsun belə fərarisi olmayan müzəffər xalqımızın qəhrəman oğlanları. Başınızı uca tutun. Bizim şəhid anaları, bütün qəhrəman oğlanlarla bircə qarşınızda baş əyirik. Bütün xalq sizə devlətçilik, müzəffər Ali Baş Komandan olmaqla hər kəs sizə borcludur. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə də Allahdan şəfa diləyirik. Gün o gün olsun yerdə qalan, o tarixi zəfərimizdən, işğaldan azad olunmuş, yox, yerdə qalan bizim parçalanmaqda olan torpaqlarımız, Zəngəzur, Ermənistanın bəzi yerlərində olan bayraqlarımız da qayıtsın. Siz analar, bu balalarınızın o şəkillərini, əks eləyən şəkilləri o şəhərin girəcəyindən asasınız. Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan xalqı, Qarabağ, Azərbaycan xalqı. Nifrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere garg olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz.
şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Köçüp yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yerdi köksünüzü namert güllesi, dondu dininize vatan neylemesi. Din diyanaları ahun alesi, akar gözlerini yaşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Köçüp yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Köçüp yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yaşasın Ali Başkomandan! Karabağ bizim değil! Karabağ! Azerbaycan!